Neçə gündür artıq, bir həftəyə yaxındır deyərdim də. Rafael Dadaşovun qızı Səidə Dadaşova, böyük aktyorumuz. Elə deyərdim, Brilliant Dadaşovanın xalasıdır da. Bacısı qızı Səidə Dadaşova Brilliant xanımın, Azərbaycan Respublikasının xalq artistidir. Bizim Brilliant xanım da böyük sənətkarımızdır. Səidə ilə bağlı qalmaqallar, belə qəribə açıqlamalar, ailə daxili baş verən bəzi məqamlar olub vaxt ikən, indi onları ictimailəşdiriblər, indi insanlara çatdırırlar, sosial şəbəkədə sosiallaşdırıblar. Bu məncə düzgün deyil. Ailədə nə baş veribsə, mən düşünürəm ki, elə ailədə qalmalıdır. O tərəf, qarşı tərəf mənə cavab verdi, bu tərəfdəki yox, o qarşı tərəf mənə cavab verdi. Mən düşünürəm ki, bunları etmək olmaz. Azından təmkin, səbir, böyüklük, ağsaqqallıq, ağbirçəklik nə üçündür? Təbii ki, Brilliant xanımı başa düşürəm, Layla xanımı da başa düşürük, Səidə xanımın anasını da başa düşürük, Sədaqət xanımı. Onlar deyir ki, biz istəyirik ki, bizimlə olsun Səidə Dadaşova, bizi eşitsin, bizim yanımızda olsun. Səidənin də təbii ki, ailəsi var, uşağı var, həyat yoldaşı var. O da çalışır ki, mən oxudum, baxdım bəzi şeylərə ki, müsahibə verib. Müsahibədə yəni təbii ki, çağırır yanına ki, gəl biz varıq. Səidə xanım da qısa və konkret cavab verib ki, xalam, yəni Brilliant xanım Dadaşova, təşəkkür edirəm sizə. Amma mənim ailəm var, uşağım var, yəni yanımda, arxamda, böyrümdə əsas güvəndiyim ailəmdir. Mən də arzulamıram da, bax belə davalar, qarşı durmalar, təbii ki, bunlar sıradan birisi deyildi, tanınmış ünlü adamlardır. Mən düşünürəm ki, bunların mətbəx söhbəti elə gizlin qalmalıydı. Səidə xanım da, axı, Brilliant xanım özü artıq ayaq üstə durmağı bacarır. Məsələn, mən eşidirəm, deyirlər ki, həyat yoldaşı onu döyüb, nə bilim, qabırğasını sındırıb, qolunu sındırıb, nə bilim, nələr. Bu belə bir şeylər. Təbii ki, Səidə uşaq deyil də, onun da bəlli yaşı var. Əgər belə hadisələr baş veribsə, təbii ki, dövlətimiz var, qanunlarımız var.